Tural Sadıqlı, Qurban Məmmədov və İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb. Baş Prokurorluqdan İTV-yə verilən məlumatda bildirilib ki, Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təqsirləndirilən şəxs Sadıqlı Tural Əlövsət-oğlu, Məmmədov Qurban Cəlaloğlu və Hacıyev İlqar Allazoğlunu Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi bildiriş göndərilib. Təqsirləndirilən şəxslər Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Tural Sadıqlı şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 15 aprel 2025-ci il tarixdə saat 14:00-da, Qurban Məmmədov şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 16 aprel 2025-ci il tarixdə saat 10:00-da, Hacıyev İlqar Allazoğlu şəxsiyyətini təsdiq edən sənədlə birlikdə 14 iyul 2025-ci il tarixdə saat 12:00-da Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir. Tural Sadıqlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 178.1, 12.1, 34.2, 220.2, 12.1, 281.2 və 320.1-ci maddələri ilə təqsirləndirilir. Qurban Məmmədov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 220.2, 214-2, 34.2, 281.2, 284.2-ci maddələri ilə təqsirləndirilir. İlqar Hacıyevin isə Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə 25.12.2020-ci il tarixli qərar qəbul edilib. Hər üç şəxs barəsində axtarış elan edilib, həbs qəti imkan tədbiri seçilib. Cinayət Prosessual Məcəlləsinin 54-2.1.7-ci və 467-13.4-cü maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxslər Tural Sadıqlı, Qurban Məmmədov və İlqar Hacıyeva xəbərdarlıq edilir ki, çağırışa gəlmədiyi halda Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada barəsində qiyabi icraat açılar və bu barəsində qiyabi hökmün və məhkəmənin digər yekun qərarının çıxarıla biləcəyi ilə nəticələnə bilər.